Bugün Ramazan bayramı günü şəhidimiz, ailənin yeganə övladı Səmədov Elvin yad etməyə gəlmişik. Allah Taala bütün şəhidlərimizə rəhmət eləsin. Allah Taala vətən yolunda şəhid olan şəhidlərimizi uca məqama qismət eləsin. Həqiqətən bugün şəhidlərimizin ruhu şaddır ki, torpaqlarımız düşmən işğalından azad olunub. Elmir kimi mərd, qəhrəman övladlarımız sayəsində Elmir kimi qəhrəman övladlar yetişdirən analarımız qarşısında baş əyirik. Onlar həqiqətən bizim şərəf yerimizdir. Biz hər bir vətəndaşın borcudur ki, şəhidlərimizi yad eləsin. Onlar bizim həqiqətən də qürur yerimizdir, bizim ziyarətgahımızdır. Allah Taala cəmi şəhidlərimizə rəhmət eləsin. Bugün şəhid anamız Şöhrə xanımı Ramazan bayramı günü ziyarətə gəlmişik. Allah Taala Şöhrə ana övladınızı rəhmət eləsin, uca məqama yetirsin. Həqiqətən biz bir elbə olaraq, çünki Elmir bizim həqiqətən kəndimizin çox layiqli, çox mərd övladı idi. Elmir həqiqətən də uşaqlıqdan bizim, necə deyirlər, gözümüzün qarşısında böyüyən uşaq idi. Həqiqətən də vətəni sevən, mərd övlad idi. Allah Taala övladınızı rəhmət eləsin. Şöhrə xanım, həqiqətən də biz sizi şəhid analar görəndə həqiqətən də biz sizin hər bir zaman, necə deyirlər, biz sizi xidmətinizdeyirik, biz sizi qürur mənbəyimiz bilirik, siz bizim baş tacımızsınız. Sağ olun, Allah razı olsun. Buyurun Elmir haqqında bir ana kimi xatirənizi bölüşərdiniz. Həqiqətən də Elmir bizim üçün çox əziz bir övlad olub. Mən şəhid Səmədov Elminin anasıyam. Mənim balam məni yox, vətəni seçdi, bayrağı seçdi. O böyüyüb, doğulub böyük başa çatdığı Səlyan Qızlağac kəndində məktəbə gedib. Orta sinifi yaxşı oxuyub. Hərbi xidmətə gedib. Balamla danışmaqla qurtarmaz. Amma balam Vətən müharibəsində də iştirak elədi, medallarla təltif olundu. Amma axırıncı döyüşlərində 12-13 sentyabrda şəhadətə ucaldı. O öz arzusuna çatdı. Məni yarı yolda qoydu. Danışmaqla balam haqqında qurtarmaz. Kitablarda yazılsa, dastanlarda yazılsa. Amma balam haqqında çoxdur. Ən böyük arzusu nə idi? Amma ən böyük arzusu o idi ki, şəhid olmaq. Müharibədən qayıdıb gələndə dedim, mən sənin üstünə belə gəlməz istəmirdim. Mən tabutda gəlmək istəyirdim. Aralara getdi, sənədlərini verdi ki, hərbiyə qayıtsın. Nə qədər dualar elərdim ki, ancaq qəbul olmasın, sənədləri qəbul olmasın, getməsin. Amma axırıncı dualarım qəbul olmadı, sənədlərin qəbul elədilər, getdi. Laçında iştirak elədi, Laçın döyüşlərində. Laçın Kəlbəcər uğruna gedən döyüşlərdə də şəhadətə ucaldı. Allah rəhmət eləsin, ruhu şad olsun. Allah köməyiniz olsun. Allah razı olsun sizlərdən ki, çəkib yad edirsiniz, gəlib yoxlayırsınız. Borcumuzu, hər kəsin borcudur ki, şəhidlərimizi yad eləmək, onların bizlər şərəfli yolda həqiqətən öz canlarını, öz həqiqətən də həyatda insana candan şirin şey yoxdur. Bunlar öz canlarını vətən yolunda şəhid veriblər. Bizim hər bir vətəndaşın borcudur ki, biz şəhidlərimizi yad eləyək. Siz kimi şəhid analara qarşısında baş əyirik həqiqətən. Sağ olun, Allah razı olsun, Allah köməyiniz olsun. Mənim üçün bir də nüans tamaşaçılarımıza vurğulayım ki, Şöhrə xanım şəhid anası demək olar hər gün öz övladının məzarını ziyarət edir. Hər gün demək olar ki, bu ana öz övladını məzarını ziyarət edir. Bir gündə olsun o qəbri ziyarət eləməmiş o qalın olmur. Həqiqətən də mən hər gün yoldan keçəndə təsadüf olur ki, rastlaşıram, sizi görürəm. Həqiqətən də bir qürur hissi keçirəm, həm kövrəlirəm, həm də qürur hissi keçirəm. Siz kimi şəhid analar qarşısında həqiqətən baş əyirik, Şöhrə xanım. Sağ olun, Allah köməyiniz olsun. Mən Allah razı olsun. Böyütmüşəm. 7 ilimlə böyütmüşəm. Onun öz arzuları var idi. Mənim də arzularım çox idi, amma arzularımı yarım qoydu. O oxuyub böyüyüb polis olmaq istəyirdi. Ən çox arzularından biri də o idi. Polis olmaq.
Amma böyüyüb başa çatandan sonra, əskəriyə gedib gələndən sonra mühafizə xidmətinə düzəldi, mühafizə xidmətində çalışdı. Orada da diplomları var. Müharibə başlayan vaxt o da özünə borc bildi, vətən müharibəsinə getdi. Amma onun da arzuları çox idi. Mənim də arzularım çox idi ki, o arzularına çatsın. Yeganə övladım idi, tək varlığım idi. Torpaqlar üstündə canım verən, torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət alır. Torpaqlar üstündə canım verən, torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət. Torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət. Torpaqlar üstündə canım verən, torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət alır. Torpaqlar üstündə canım verən, torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət alır. Torpaqlar üstündə canım verən, torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət alır. Torpaqlar üstündə canım verən, torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət. Torpaqlar üstündə canım verən, torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət alır. Torpaqlar üstündə canım verən, torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət alır. Torpaqlar üstündə canım verən, torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət alır. Torpaqlar üstündə canım verən, torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət alır. Torpaqlar üstündə canım verən, torpağın altında tənha qalır. Şəhadət şərbətini dadan şəhid, Allaha canım verib cənnət alır. Torpaqlar üstündə canım